çatışmanı, üsyanı öz ürəyinə sıxıb, orada sakin, sükut, səssiz şəkildə dayanmaq çox ağırdır, çox çətindir. Amma sonunda bir qürur var. Yenə deyirəm ki, danışırıq, yenə deyirəm ki, o qədər başımıza, çevrəmizdə gördüyümüz, yaşadığımız, eşitdiyimiz qalmır. Öz balamız hesab edirik. Şəhid qardaşı deyir ki, mən qardaşımın qəbrini yoxdur qəbridə, ikin şəhid. Mən hər şəhid üzərinə gedəndə bir qərənli gülü qoyanda o qəbri üzərinə sanki öz qardaşımın qəbrini ziyarət etmiş olur. Yəni, qəhrlənmədən danışmaq mümkün olmur. Mənim ricam nədir? Cəlil müəllim, Vidadi müəllim, Arif müəllim. Təsadüfi deyil ki, biz iştirak edirik burada. Mənim bir ricam odur ki, siz onsuz da yazırsınız. Həmişə də şəhidlərə ithaf edirsiniz bu şeirləri. Belə Aqibət ana kimi, Arif atanın özü kimi, özünə uyğun, Nərman ata kimi atalara da bir, mən növbəti o tədbirdə anım günündə çox istərdim ki, elə Aqibət ananın şərəfinə bir yaxşı bir şeir vəsf edəsiniz. Bir şeir yox, belə insanlara böyük əsərlər, haqqında filmlər çəkilməli insanlar. Arif ata şahiddir. O məktəblərə nə qədər deməli təşəkkür bildirdi. Nəyə görə? Bir oturduğum yerdə şəhidlər haqqında o deyilən sözlər məni qürrələndirirdi. Budur da nəcib əməllər. Allah xalqımıza həmişə belə viravan bir həyat tərzi yaşadanların o qarşısına qalmaq ruhunda hər şeyi nəsib eləsin. Bir-birləri bizdən almasın. Bizim gələcək nəsillərimiz daha da belə şən yaşasın. Və heç vaxtda bunları bir vicdan borcumuzdur, bir vətəndaş kimi hər birimizin bir vicdan borcudur. Bunların qarşısında baş əymək, bunları yetişdirən atalar, analar qarşısında, bacılar, qardaşlar qarşısında, hamısının qarşısında qalmaq bizim bir vicdan borcudur. Sağ olun. Sizə vaxtlarınız, bizim də iştirakimizi qəbul edədiniz. Çox sağ olun. İcazə verin, mən yaşım çox olmasına baxmayaraq bir neçə nəfərin əlindən öpmüşüm. Sağ olun. Allah razı olsun. Ama bu da hemşesi kıymetlendirir. Her birlerde görürler sizi. Sağ olun, sağ olun. həmişə də Hemşe değil, evde Çünki değil. bu sözləri deyirik, əməldə yerinə yetirə bilmirik. Değerli sakal. Sağ olun ki, varsınız. Bax, siz dediniz ki, bayaq dediniz ki, buz ürəkli, daş ürəkli insanlardır. Əgər yaxşıların yanında pislər olmasaydı, heç vaxt müharibə olmazdı. Demək, yaxşılar varsa, pislər də var. Mən bu müharibədən sonra o yaxşıları, hansı ki, yaxşı insanlar ürəyimin sağ siyasına, o pisləri, mənfiləri sol siyasına yazmışam. Belə də qəbul eləmişəm. Onlarla işim yoxdur. Pislərlə işim yoxdur. Yolları açıq olsun, geçsinlər öz işlərinə. Yaxşılar mənim ürəyimdədir, mənim qəlbimdədir. Mənim şəhidimi yaşadan insanlar, mənim evimin, ailəmin ən əziz dəyərliləri, qonaqları, əzizlərim. Allah o cür insanları qorusun. Şəhidlərimizə də Allah rəhmət etsin. Biz anaları Allah ağlımızı başımızdan almasın. Danışığımızı itirməyək, dünyaya baxışımızı itirməyək, ayağımızı çəp atmayaq.